Salam uşaqlar, mən Milli. Mən də Dilli. Bu gün sizə Azərbaycanın qədim və zəngin xalq musiqi alətləri haqqında danışacağıq. Bunlar nağara, qaval, dəf, qoşa nağara, balaban, tütək, zurna, tar, kamança, saz və uddur. Bu milli alətlər bizim musiqimizin danışan ürəyidir. Onlar 100 illərdir ki, toy və bayramlarımızda səslənir. Məsələn, tar musiqi alətlərimizin tacı sayılır. Onun səsi həm şən, həm də kədərli duyğuları dilə gətirir. Kamança isə yay ilə çalınan simli alətdir. Onun həzin və dərin səsi insanın ruhuna oxşayır. Balaban nəfəsli alətdir. Yumşaq və sakit səsi var. Xüsusilə xalq mahnılarında çox istifadə olunur. Qaval isə xanəndələrin əvəzolunmaz müşayiətidir. Səsi zərif və ritmikdir. Uşaqlar, bu alətlərin hər biri bizim milli ruhumuzu ifadə edir. Hər birində əsrlərin hekayəsi var. İndi isə gəlin tar, kamança və balabanın birgə səsləndiyi gözəl bir xalq melodiyasını dinləyək. Xalq alətlərimiz milli xəzinəmizdir. Onlar bizi köklərimizə bağlayır.